Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələr üzrə vətəndaş qəbulu cədvəlinə uyğun olaraq Daxili İşlər Naziri General Polkovnik Vilayət Eyvazov iyunun 3-də və 4-də Qazax rayonunda növbəti vətəndaş qəbulu keçiribdir. Nazir əvvəlcə Qazax rayonunda Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini dərin hörmət və ehtiramla yad edibdir. Daha sonra polis şöbəsinin inzibati binasında Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarında, eləcə də digər bölgələrdən qəbula gələn çox sayda vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib. Qəbula gələn vətəndaşların müraciətlərinin operativ və qanunvericiliyin tələblərinə uyğun habelə vətəndaş məmnunluğunun təmin olunması məqsədi ilə Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə müvafiq tapşırıqlar verilibdir. Müraciətlərin böyük əksəriyyəti yerindəcə öz həllini tapıbdır, digərləri nəzarətə götürülübdür. Bunun üçün bizlər də Qazax rayon Əlilər Cəmiyyətinin idarə heyəti adından başda cənab prezident olmaqla bərabər cənab nazirə təşəkkürlər edirik ki, vətəndaşlara bu kimi diqqət və qayğı göstərilir. Qrəç TV.